Hər birinizi salamlayıram. Bu günlərim səhər yuxudan durdum. Yemək falan yedim. Sonra dedim Tuncayın geyimlərim falan. Ümumiyyətlə şkafları səliqəyə salım. Tuncayın paltarlarını burada çıxartdım. Qəşəngcə istərini qatladım. Tuncayın bəzi paltarlarını açmışam. Yəni burada bir-iki dənəsini qatdı deyib yığmışam. Burada da koftaları yığdım. Çölə geyindiyi koftaları. Şərfi, papağı. Bu qutuda da nasklarım falan koymuşam. Pastellerimi de səliqəyə saldım. Beləncə hamısını səliqəyə saldım. Sonra keçdim öz şifanerimə. Öz şifanerimi də qəşəngcə qarış-quruş idi. Hamısını qəşəngcə belə qatladım. Səliqə ilə yığdım. Aşağıda ayaqqabılardı, sonra koftalarım falan, cinslərim falan. Sonra ayaqqabı yerində elə dedim, qoy bir dəfəlik töküm təmizləyim. Mən bütün ayaqqabılarımı klokda öz şifanerimdə saxlayıram. Bir-iki dənə olar ki, həyətdə bəzi krasovkalarımı həyətdə şkafa qoymuşam. Qalan bütün ayaqqabılarım buradadır. 2 dənəsi də qapının ağzındadır. Yoruldum deyənə götürüb gətirmədim. Elə qaldı həyətdə, sabah götürərəm. Bu ayaqqabılarımı falan təzədən yığdım kloklara, qəşəngcə qoydum. Krasovkamı da yığdım, qoydum. Hamısını beləncə kloklara yığıb qoyuram şkafa, orada saxlayıram. Lazım olduqca götürürəm, giyirəm, təzədən qoyuram, kloka qoyuram yerinə. Kabloklarımı bir tərəfdən, krasovkalarımı bir tərəfdən. Bu da gəlinliyə kablokumdur mənim. Sevərək geyinirəm. Bu sabatçını ən axırda qoydum, üstə qoydum. Noyabrın 15-i imtahana gedəndə bunu geyinəcəm. Ona görə dedim əlimin altında olsun, tez götürüm. Bu qutuda da bir ayaqqabım var, onu saxlayıram. Elə qutusunda qoyuram, qalır. Götürüb başqa kloka qoymuram, elə qalıb qutusunda. Qoydum onu da ora. O birisi qutuda da məhərrəmin ayaqqabısıdır. Yerləşdirdim, qəşəng səliqəli, tərtəmiz. Beləncə geyimlərim də səliqəli, hamısı səliqəli. Tez tələsik hazırlaşdıq, çıxdıq evdən. Qaynanam da çay götürmüşdü, yolda maşında içsin. Məhərrəmgil bizi yolda düşürdəcəkdi deyənə maşından tez geyindik, çıxdıq. Qaynanamla gedirdik, neftçilər falan, inşaatçılar, mən də belə geyinmişdim. Belə metrolardan, yəni yolun qırağındakı butiklərə baxmağa gedirdik. Qapını burada bağladım, ən axırda mən çıxdım. Bu sumka o qədər rahatdır mənə. Pulumu, açarımı qoyuram, ifsiyo. Mindim burada maşına. Yola düşdük. Sonra mindik metroya. Maşından düşmüşük. Tuncay da sakitcə oturub burada mandalin yedi deyənə nənəsi əlin silir, ağzını silir. Sonra gəldik, düşdük neftçilərdə. Gəzə-gəzə gəldik neftçilərə. Burada da bəzi mağazalara baxdıq. Las Vegas falan icazə yox idi çəkilişə. Ona görə çəkə bilmədim sizlər üçün. Amma heç nə də tapmadı qaynanam özünə. Sonra gəldik Əcəməyə. İş yerindən mamamı götürdük. Öz mamamı. Onu da götürdük. Gəzə-gəzə getdik. Metronun başında bir mağaza var. 119-un Astanovkasının üstündədir. Sem butik. 2 quda bir gəlin girdi, qəşəng. Bu şalvarı gözüm tutdu. Mən qaynanamla dəst giyməyi sevirəm. Qaynanamı da geyindirdim, bəyəndi. 2 dənəsini götürdük, gəlin qaynanam şalvardan. Öz mamam da özü üçün nə bilim şalvar falan, damaşnik, pijama, kofta aldı. Xanımın o qədər gözəl geyimləri var idi. Burada mamam aldıqlarını yığır, öz mamamın. Xanım özü də çox gözəldir, müdür xanım. Amma endirim eləmir, təəssüf ki. Mamam elə 100 manatlıq bir mamam aldı özünə. Sportivini falan. Mən də bu kəməri də götürdüm. Kəməri 10 manata aldım. Şalvarların hərəsini 65 manatdan. 2 dənə cins şalvar götürdük. Birin 65 manatdan eyni. Biri qaynanamın, biri mənim. Biz də götürdük qəşəngcənə şalvarlarımızı. Sonra çıxdıq mağazadan. İstəsəz Instagram və ya TikTokda izləyə bilərsiniz. Çox gözəl geyimləri var. Getdik məhərrəmgillə. Gəldik evə, qabları yudum.
səliqəyə saldım. Sonra çay süzdüm. Yəni kimə hansı stakanda rahatdır, onda içir. Fərq eləmir. Bizdə biri ağ, biri qara, fərq eləmir. Çay süzdüm. Sonra gəldim, şalvarımı çıxartdım. Çox sevdim də bu şalvarı. Həmişə çox vaxt qaynanamla dəst alırıq geyimləri. Çox sevirik dəst geyinməyi. Elə dedim, gəlin dəst götürək hərəmizə bir dənə. Enlidir, əyində də çox gözəl qalır. Hərəmizə birini götürdük. Sonra mən də bunu qatladım. Qəşəngcə səliqəli ki, yerinə qoyum. Burada da kəmərimdir, krokun içində. Kəmərimi də çox sevdim. Qəşəngcə şalvarımı qatladım, qoydum yerinə. Şalvarlarım çoxdur deyənə, yəni bundan səliqəli yığa bilmirəm. Enlidir, ona görə də dardır şkafda. Şifanerin böyüdüyü sadəcə dolabın içi dardır. Tuncayı yatızdırdım, yuxusu şirin olsun. Gəldim, qəşəng bir çay dəmlədim. Qaynanamla gəlin qaynana qəşəng oturduq. Çay içdik, biraz söhbət elədik. Çox yorulmuşduq çünki çox gəzdik bu günlərim. Qəşəng bir çay içdik. Bişmiş qənd o günlərim almışdıq, sizə çəkib göstərmişdim. Çox ləzzətlidir, qozludur. Sağ olun, salamat qalın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.